Yaraşıqdır. Bunun üçün bomba bir şey var burada. Bilirsən, gedirsən ürəyin istədiyi hər bir yerə zaten. Selamünaleyküm bakar. Bunu da yani. O qaqaş atırırsan. Magnetofonu var, qaqaş var. Hot deyirsən. Herkes salam millətiniz. Açıqlamadan da göründüyü kimi maşın yenə xarab oldu. Bu sefer yani mənlik olmayan bir səbəbdən cidden 20-30'dan getdiyim yerdə böyle tak şatun çat vurdu. Dostumla maşını ustaya aparmışdı. Dostum maşınını aparmışdı. Daha ki maşını düzəldək. Saxlamışdım, işe saldım ki onu bəs bir başka yerden bir başka yere gedək. Hopladım maşını, biraz 20-30 metre getmişdim ki tak maşından bir dənə ses geldi şatundan. Düşdüm baxdım ki alt valın olduğu hissəli yadımdan çıxdı. O boyda, nə belə şarik boyda partlayıb ora. Durdum, baxdım maşına. Anlıq bir əsəb gəldi, anlıq bir belə maşını yandırasım gəldi. Sadəcə elə momentlərdə də insan əsəb olanı bilmir nə eləsin. Sakin şəkildə çəkdim qırağa, saxladım maşını. Və elə momentlərdə sıraz insan ustanı günahlandır. Yəni özümü ustadan qabaq birinci özümü günahlandırmağa şeydim ki, ben bunu bəlkə sürsəydim, 160, 170, 180 nazardan geçsəydim, belə bir yolda problem olsaydı başa düşərdim ki, bu maşını bu deyil. Yəni bunu belə sürməyə ehtiyac yoxdur ki, belə olsun, amma yox, yəni 20-30'dan getdiyimdə tak şeylərdə bu bölgətmə yetişmişdi nədənsə, belə oldu. Bəlkə də əvvəlki sürdüyümə görə belə olub. Bütün variantları var. Deyim yerdə yəni, belə bir şəkildə xarab oldu. O da yedim bir başka yerini düzəltdirməyi, bəxtimdən də elənsin oldu. İndi yenidən görəcək ki, yenidən yenə motor çıxmalıdır, motorun altı dəyişilməlidir, hətta şeydə sınıb. Sı ilə başlayan yer nədir? Xotdiyam. O da xarab olub, onu da vurub sındırıb. Bu boyda bir dənə dəmir sındırıb, onu da videoya qoyacağım. Bu boyda bir dəmiri sındırıb qoyub yerə. Görək başımıza ne gelir. Yani hiç şey olan bir şey değildi ama düzəldəcəyik. Yerine qoyacağıq hamısını. Nasıl böyle bir video çəkmək istədim açığı ki olsun. Məlumat xarakterli mi diyeyim, ne diyeyim. Böyle bir video çəkmək istedim. Yine böyle başımız bəladan söyləmirdi. Ama bir şey var ki, burada şükür elədiyim bir yer var ki, bu bəlkə sürətlə də ola bilərdi. Ya bileyim, bu getdiyim yerdə yəni 120, 130, 140 ilə getdiyim yerdə də ola bilərdi. Onda harasa girə bilərdim. Avariya eləyə bilərdim və yaxud da nə bilim başqa bir adama vura bilərdim. Və yaxud da tam tərsi belə bir şey yoxdur. Maşını gedib harasa gedib vura bilərdim. Yəni belə bir qəza törədə də bilərdim. Ondan sonra belə bir şeyin olması daha münasib deyəcəm, yəni xeyirlisi buymuş deyə fikirləşib, yəni ən pisindənsə bu daha yaxşıdır, yəni bu düzələ biləsi bir şeydir deyə fikirləşib söyləmək daha yaxşıdır məncə. Yəni, hər bir şeyin pozitifini fikirləşmək daha yaxşıdır, çən beləncinə. İndi görək əlavə nə olacaq, nə olmayacaq. Sabahları şeyləri sifariş verəcəm. Qalan detallarını, hansı detalları ki yenidən dəyişilməlidir. Onsuz da motoru bir dəfə yığdırmışdım. Bir dəfə yığdıracağıq indi. Görək, başqa gəl. Nasıl maşının içinden çıkarılan birisi için 8 hayvan öldü. Özel tasarım ben misin? Benim elim bilimde, gözler üzerinde dedim.